Bu mənim əsirlikdə qaldığım evdə axır ki tapdım. Xoş gördük əziz dostlar, hər vaxtınız xeyir olsun. Biz bu günləri keçmiş hərbi əsir Fərhad Fərhadovun əsirlik həyatına yenidən qayıdacağıq. Biz Fərhad Fərhadovla bağlı 2 hissəli geniş müsahibəni bir neçə il öncə təqdim etmişdik. Bu dəfəki sayımızda isə qəhrəmanımız keçmişdə əsir saxlandığı evdən necə qaçmasını, orada hansı işgəncələrə məruz qalmasını öz dilindən eşidəcəksiniz. Bax bu yol hansı ki görürsüz, Kərcan yoludur. Deməli 100 metr o anda mən keçdim, gec ancaq oldu. Çəkəm ki, burada hansı ki bizi apardılar əsirliyə düşəndə bu yolla getdik. O ki döyüşdüyüm yer var, oranda inşallah videosunu çəkəcəm, belə də. Hələ ki gecikmişəm, bəlkə qayıtdım təzədən çəkəm. Bu da belənsə həmin evlər idi ki, burada ermənilər yaşayırdı hamısı. Bizi daşa basırdılar, saxlayırdılar, söyürdülər. Bu Xan kəndinə gedir, bu yol. Beləsi də Kərcan idi. Kərcanda da Kərcan deyirəm də, ləzzətli yerdir, getdik oralarda çəkdik. Deyiləsi yerdir. Nəysə, gedirik, yola düşürük. Bu mənim əsirlikdə qaldığım evdə axır ki tapdım. Siz inanmarsınız. Burada yaşayırdı Rantik. Rantik ailəsi ilə, Aydə, Qurgenin qızı ilə. Burada. O pəncərə ki var, bu ikinci pəncərə, bu açıq görsünüz. Düz o pəncərənin ağzında mən yatmışam. Və orada hətta bilinir də o reşotkanın qırılmağı, kəsilməyi də var. Görsünüz əyilən reşotka. Onu mən hazırlamışam ki, o zaman ki burada bu daş zabor yox idi, setka zaboru idi. Oradan qaçacam. Bugün gəlmişəm 23 mart 2026-cı il. Bu Kərcanın hansı ki biz əsir düşdüyümüz yer, evlər görsəlinə dağılmış orada. Orada. Yəni burada bizi tutub gətiriblər bura. Burada vurublar maşına, döyüblər və bizi buraya apara Xan kəndinə tərəf. Belənsi. Yəni bizi döyə-döyə, daş vura-vura camaat atırdı bizə, söyürdülər. Müşkül indi gəlib mən gəzirəm burada, bir dənə dığa tapa bilmirəm. Deyəm ki, şandığa. Bax, bu yerdə mən, bax burada mənə Aydə məcbur edib, çıx suka, yarpaq yığacaqsan. Buraya yarpaq yığmışam. Allah heç kimi yox ha, mənə. 3 dənə uşaq var idi onlara. Bunu sonradan dikdilər, darar. Bu yox idi. Sonra biz qaldığımız yer. Bu yox idi. Bunlar yox idi. Sonradandır, niyə? Bura bir qapı açdılar ki. Bu qapı əvvəla. Yəni bura üçün yaşayış şeyləsinlər. Bunların da yaşayış yeri burada olur. Özləri kabellərinəcə çıxardır. Qarabağdır, Azərbaycandır, nədir, orada şəkil çəkilir və 4 uşaq. Biz burada olmuşuq, bu çəkildə görə bilərsiniz. Ondan biz, burada bizim bu qapımızı bağlayırdılar. Açarla, kilidlə, yəni qapısı beləməyək. Burada bizim odun peçimiz idi. Bax, bura odun peçimiz idi. Sonra yatıb, bu bizim, bu divan. Bu divan var ha. Bu divan buradaydı. Bax, buradaydı.
Bu divandan məni döyüblər. Necə döyüblər? Armaturla. Sonra mənim yatdığım yer bura olur. Buradan bura qədər. Və burada gəldim dedim, reşotkanı qırmışam. Baba. Bu reşotkanı, bu qırmaq var ha, bunu. Bu iki dənə baba bu var ha, bak görsən. Bu kəsilmiş reşotkanı mən kəsmişəm, ayırmışam. Buradan da. Sonra buranı ayırmalıydım. Onun yerini tapa bilmədim. Yəni kəsib buradan gecəni qaçmalı. Kraskalayıblar. Üstün gözden kraska. Ha, kraskalayıblar. Bax bu kravatda. Bu buzdaydı. Mən qoymuşdum bura ki işləyim, uşaqlara deyim, o görsünüz reşotkanı kəsmişəm, qırmışam. O yerəcən istəyirdim yuxarı gedim. Da günlər Allah qismət elədi ki, ben yeri ilə necə gəlmişəm. Danışıram, deyirəm ki, bu. Lafdan geri dönəndə deyirəm, kravatım buradaydı, ancaq yoxdur. Görürüm, kravat oradadır. Təmir kravat. Dəmir kravat. Bax, bu mizdə... Ayır başçılar ödüyorlar. Bax, usto bizim idi. Usto. Biz bunun üstündə davul oynardıq. Hər şey bunun üstündə yeməyimizi də nətək. Qışqırdılar, yemək gəlin, yeməyin dalıyca. Bu yad yox idi, ha, heç zat. Ancaq bir dənə bu idi. Stul da var idi, tabretka. Baba, bu da o tabretka idi. Tabretkalar idi. Qoşum gəldi. Getdi, dedim, gedin gətirin uşaqları. Getdilər, dedim, uşaqlar. Haydi bu başlar. Supuzu için, sup da nə idi? Buğdanı qoğurma eləyərlər, qoğurma, ondan kərkidən keçirdərlər. Ondan su pişirib bizə vermişdilər. Və dedim ki, tez, supuzu için Allah Məhəmməd hara dəbərmi? Dedim ki, çıxırıq Allah, qonaqları gəlib. Orada gördük ki, dedi, nə tərəxi görmürük. Dedim, indi gözləyin, 2 dəqiqəyə, onlar ermənicə danışırdı, mən bilirdim ki, bunlar vuracaqlar. Elə rumkaya vuranda deyildi ki, Allah, Məhəmməd ya Ali, getdim, mən gedirəm, kim gəlir? Əlif qayıtdı belə elədi, dedi ki, mən gedirəm sənə. Buradan çıxırsın. Ha, buradan çıxırıq. Burada açıqdır, gətdilər yeməyə, süpü içdi, çörək qalır. Dedim, çörəyə biz yolda yiyəcəyik. Onlar haradaydılar? O erməni tıralar haradaydı sizələr? Yuxarıda, işə başladılar yuxarıda. 2-ci mərtəbə. Ha, burada, düz bax, burada onlar indi çıxıb onun yerini də göstərəcəm. Vurdular ha birini, canq elədi, dedim uşaqlar, davay çıxdı. Gözlədi o canq stəkana dəysin. Biz də işidirik, burada durmuş onlar. Bizə start yox. Onlar bilmirlər. Ondan Allah Məhəmməd deyəli. Mən Əliflə çıxdım, o birilərimiz dedim, çıxmır. Gördüm onlar 5 dəqiqə keçmir. Qalmaz baxdılar. Mən buradan elə çıxdım həyətlə. Rahatçılıqla buradan 2 nəfər, mən Əlif, dalımızca da Talihlə Rasim qaçdılar. Qaçdıq yəni da bir yerdə. Bu darvaza həmin darvazadır. Siz inanmarsınız. Neçə illər keçib görürsünüz. Heç bura əl dəyməyib. Necə parıldayır, necə durub. Həmin o cürədə o zaman idi. Biz qaçan vaxtı. Elə rəngi də ola bilsin ki, bu rəng idi, ancaq yox, göy rəngi oxşayırdı. Mən nə qədər axtarıram göy, bəlkə də səhv eləyirəm. Göy rəng yoxdur. Ancaq bu cəftəki var, bunun eynidir. Yəni o əmbiyanı da yoxdur. Necə elənib, elə də qalıbdır. Yəni və buradan 2-ci mərtəbədə onlar qalırdılar, 1-ci mərtəbədə biz qalırdıq. Biz bağlı şəkildə. Burada təzəlikcə bir dənə bu salını, bu
Görsüz naves kimidir bir balaca. Bu ancaq üzümlü. Ayda məni çırpıb bu ayda o üzümlükdə mən yarpaq yığmışam. Yəni məcbur eləyib də mən ona hesab edirəm, o təkid eləyib ki, yəni nəsə bir şey olsun olmayıbdı. Yəni bu şeylər yəni olan şeydir ki, bu həyatda mən gün keçirmişəm. Hə. Bura hansı ki mən bilirəm ki, bizim döyüşdüyümüz yer bu hissədir. Burada bu evləri tikiblər, görsən hamısı. Bu evlər hamısı sonradan tikməli, heç tam qurtarılmıyor da belə deyək. O yerlər ki biz akoplar olub, o bu ərazidə olub. Bax bu evin yerində. O ki biz döyüşdüyümüz ev indi keçərik, oradan da yaxşı görsənir, o bir tərəfdən deyəsən. Yəni olan yerlər burada. İndi baxıram görürəm, o mənə deyirdilər, yəni orada safsın başqa bir şey yaranımdır da. Yerlər başqa cürədir, tamam dəhşirli olub. Doğrudan da mən gəldim, nə qədər axtarıram, heç yerli cəmaatdan da deyirlər, o akop ki var idi, o burada idi. Burada o biraz o anda. Orada da təzə ev tikiblər. Bu da təzə evdir. Bizim yerlər var idi ki, buralarda da var idi. Bax bu yerlərdə ağaclar var idi, nə yoğunluğa. Bax bizim bu dənə oğalı ki, bunlar var idi. Bunlar ermənilərin izdə evlər əvvəldə. Bura o ki mən dediyim, o akop qazılan yer, bax bu evlər, bu evin lap altıdır, dəqiq ki. Yəni orada bir iki ev var, köhnə evdir ki, o şey verir, şərait yaradır ki, məsəl biləsən təxmini yeri. İndi burada da uşaqlardan o şəhid olanlar vardı, Mehdi, ondan Eşən. Onlar hamısı bu yerlərdə idi ki, akop idi. Burada tamam şey dəyişilir. Yer tamam dəyişilir. Yəni fikirləşdiyiniz yer bir şey yoxdur. Nəsə. Bura gəlib vururdu. Buradan vururdu oranı. Onda buralarda belə çökəkdi, düzdür. Yol idi deyinə. Bizim uşaqlar qaçanda buradan qaçdılar. Üzü belə. Ki girdilər, buradan düşdülər. Ondan texnika sonra gəldi də. Onlar qaçandan sonra gəldilər. Laçın tərəfə düşür də bu tərəf. Ay? Laçın tərəfdə bu tərəf. Bilmirəm, bura şey yoludur. O kəndin adı nədir? Şuşadan gələn Qaybalı yolu. Hə. Qaybalı yoludur. Meşəli idi də bunun o tərəfi. Buralar bütöyə, sıx meşəli, beləsinə meşəli idi. İndi burada olub, meşəli. İndi bir dənə şey qalmır, görmürsən, o çollar var, ha? Orada hamısı yekə-yekə ağaclar idi, hamısı. Kəsiblər, yandırıblar, kəsiblər, yandırıblar. Yəni buranın özündə elə ağaclıq var idi.